Axşam çağıdı. Saat 5, 17:03-dür saatlər. Bir əzizimizin əməliyyatını eləyəcəyik. 2 implant olacaq. Çox qorxur, çox heyecanlıdır. Demişəm, burada dostluq, yoldaşlıq yoxdur. Budur. Turanə xanım əməliyyatıdır. Bir ağzının içinə də baxaq. Pasiyentin burada 6-cı dişidir bu. Bir də 7-ci dişə biz implant qoyacağıq. 8-ci diş isə bizə lazım deyil. Dişlər bunlar zirkon dişlərdir, zirkoniumlardır. Bir nə qədər müddət öncə qoyduğumuz dişlərdir. Bir neçə il olar. Bir də burada sentrdən sayanda bizim 6-cı dişimiz yoxdur. Böyük azı dişidir. Bu yoxdur. Burada implantı indi yerləşdirəcəyik. Karaya implantıdır implant. Belə bir steril paketlərdə çıxır. Haym orada yer az olduğu üçün qısa implant qoyacağıq. 4,5. Kapayıcı vida. Çok kısa zamanda bu implantı bağlayıp bitirdik. Əməliyyatımız bitti burada yuxarıda. İndi keçirik aşağı dişə. Ağrı var mı? Bu da karaya implantı deyənə. Bu boz hissə sümüyün içində qalacaq. Bu hissə, bu ağır görünən metalik hissə açardır. Sümüyün içində qalacaq, bağlayıb çıxacaq bunu. Bu səth sümüklə birləşəcək. Osteointeqrasiya dediyimiz prosesi başa gətirəcək. Yəni sümüyün birləşməsi. Osteo sümük deməkdir, inteqrasiya da bildiyimiz inteqrasiya. Fikir versəz 35-də saxladıq. Bax 35-də saxlayırıq. Tamamilə sümüyün içində. İndi bu dəlik belə qalmasın deyə qapayıcı vida ilə qapayacağıq. Ondan sonra da bağlayıb tikib çıxacağıq. Bu da qapayıcı vida, bununla bağlayacağıq. Qapadacağıq oranı. Müəyyən müddətdən sonra, 1-2 aydan sonra bunu açıb çıxardıb sağalma başlığı qoyacağıq ona. Qapayıcı vidanı bağlayırıq. İşimiz bitdi. İndi tikib bağlayıb çıxırıq buranı. Bu qədər bəsdir. Çox xırda az bir müddətdə bitdi. Əməliyyatın yerini tikdik, çıxdıq. Bitdi əməliyyatımız. Keçmiş olsun. 17:50. Biz əslində əməliyyata biraz da gec başladıq. 03-də başlamadıq. Əslində 13-də başladıq. İki fərqli yerdə, sağda, solda, bir aşağıda, bir yuxarıda implantları qoyduq. İşimiz bitdi. Və implantlarımızı yerləşdirdik. Sol aşağı tərəfdə yerləşdirdiyimiz implant bu. Sinirdən bir qədər aralı. Tamamilə sümüyün içində. Videoda da gördüyünüz kimi. Və bu da sağ yuxarı tərəfdə yerləşdirdiyimiz, bu xətt gördüyümüz haymonun sərhəddidir. Bu da haymonun sərhəddinə yarım millimetr söykənmiş bir halda. Burada başqa bir ağıl dişi də var. Keçmişdə pasiyent ağıl dişini çəkdirəndə qırılıb qalınmış orada kökləri, elə də üstdə bağlanıb, burada qalıb. Bu pasiyent indi bunun çəkilməsini istəmədi. Bizdə olmuyor bu. Çoxdandan olmuş bir məsələdir. Bu dişlərin müalicələri sırf mənə məxsusdur. Bunlar neçə il qabaq elədiyim müalicələrdir. Məsələn, tam axıra qədər dolu, bir sıxıntı falan görmürük burada. Bu gördüyümüz qaralar iltihab deyil. Bu mental dəlikdən çıxmış sinir hissələridir. Bunu düzgün diferensiyasiya eləməliyik. Bu da güdül dişdir. Burada güdülün üzərində qoyulub. Bu artıq dediyimiz kimi 4-5 ildən çoxdur ki qoyulub. Burada əvvəllər furkada böyük bir problem vardı və zaman keçdikcə artıq bu düzgün müalicə olunandan sonra bu problem də aradan qalxıb. Bir sözlə budur. 2 implantımızı yerləşdirdik. Belə qısa bir müddətdə işimizi tamamlamış olduq.